İdarəmizdə artıq adamlar var, yoldaşlar. Havayı maaş alanlar var. Odur ki, bu işe son koymalıyıq. Kim olursa olsun. İstəyir Allah'ın bacısı oğlu olsun. Artıqdır, ixtisara salacağı qutardı getdi. Odur ki, bu işdə qətiyyətli və sərt olmalıyıq. İşi başlayaq. Deyin görüm, bizə məsləhətçi lazımdırmı? Hə? Lazımdır. Bəs ikinci? Lazımdır. Yerli komutamına ne deyir? Uşaqlar? Üçüncü məsləhətçi? Plan şöbəsi buna ne deyir? Lazımdır, lazımdır. Bəs ikinci referendum meselesi necə olsun? Əlbəttə lazımdır. Bəs komendantın ikinci köməkçisi? Bəs komendantın ikinci köməkçisi bizə lazımdır mı? Kerim'di de Beşir Balayev. Kerim? Ne Kerim? Hansı Kerim? Kerim, bizim Kerim, sizin Kerim. Kerim. Kişi gelir. Buraları təzə təmir eləmişik. Əvvəl yol oradan idi, sonra dedilər ki Şimdi buradan olacak. Bu ne de? Bu sütunu da buradan götür. Bax, təzə xalat verdim, götürmədi. Özü ilə gətirdiyi xalatı giyindi, o da cipsiz. Cibləri yoxdur. Zəhimli adam oxşayır, qıracaq bizi. Gəldik. Mən elə gəlir ki, artıq boş-boş sözlərdən işe keçməyin vaxtı çatıb yoldaşlar. Bir dəfəlik bilin ki, geriye yol yoxdur. İrəli çağırır bizi zaman. Köhnə rəhbərliyin zəifliyi yüzündən uzun illərdir kollektivdə hərc-mərcilik, özbaşınalıq hökm sürüb. Cibləri yoxdur. Hamınızı yalnız Deməli, alan deyil. Müalicə pulsuz olacaq. Uşaqlar açından qırılacaq. Kollega, qabaqlar da cipsiz xalat olur. Elə babadan görməmişim ayol. Xəstəxananı döndərmişsiniz kolxoz bazarına. Apendisit kəsmək 100 manat, qlandanın biri 50 manat, xəstəyə yer düzəltmək 30 manat. 25 manat. Əli cibindən çıxar o taşağı. Gözümün içinə yaxşı bax ha. 50 manat. Yox balam, çox təmiz adam oxşayır. Dünya dağılsa da almaz. Rüsvaçılığa son qoyulmalıdır. Belə gedə bilməz. Qutardı sizin dövranınız. Hippokrat andını ürəyinizdə yox, cibinizdə gəzdirirsiniz. Qənim olsun sizə o kişinin andı. Yabırçılığa son qoymaq lazımdır. Bundan sonra hər şey tərsinə olacaq. Hamı bir nəfər üçün. Bir nəfər də hamı üçün. Hə, sənə demədim əli cibindən çıxar. O təşəqi. Gözümün içinə də yaxşı bax. Hamı ümumi qaydalara tabi olmalıdır. İstər həkim olsun, istər sanitar. Hoşu gəlməyən qoy. Odur. Qoy. Halatı tərs geymişəm, siz də demirsiniz. Hayır. Həkimin yeri harda olmalıdır? Xəstələrin yanında. Onda vaxt itirməyək, durun gedək yap ora. Cemaatın gözü yoldadır. Hə dostlar, iş başına. Allah sizi xoşbəxt etsin. Allah hamı olsun canı sağ. Olmaz ki, həmişə belə mehriban olar. Mehribançılıqdan yaxşı şey var dünyada. Ən qiymətli şey deyil bəyə bu mehribançılıq. Nədə? Bax, bizim bu şəhərdə 3-4 dənə çörəkli yer var. Hamısı da öz əlimizdə. Ancaq biz bunun qədrini bilmirik. Ay anonimkalar yazırıq ha bir-birimizdən. Özü də insafsız yazırıq. İnsafsız. Ha, Rəhman. Bax, elə götürək səni. Prokurora yazırsan ki, güya mən
4000 manatlıq Yugoslavski Stenka mebeli sırmışam sənə 6000. Heç insafın yoxdur sənin. Sizin canınız üçün uşaqlar beləsin Bakıda heç 8000-ə də ala bilməzsən. 2 qat, 3 qat artığına verirlər orada. Nədir? Düz demirəm be ya? Haqlısan, haqlısan. Düzdür, doğrudur. Yazanda da gərək insaflı yazasan, ədalətlə yazasan. Bax, siz Səməd, danışanda ağzınızdan dür tökülür, amma işə gələndə mənim haqqımda yazmışdınız ki, hər biletinə 10 manat alıram. Nə vaxt olub, qardaş, hə? Nə vaxt olub? Mən mütəssir oldum, əhval-ruhiyyəm mənim dolaşdı. Axı, biz tib işçisiyik, biz hələ vicdanımızı itirməmişik, elə deyilmi, tib işçisiyik? Haqlısan. Əgər biz bir-birimizdən anonim məktub yazmağı yerə qoymasaq, inanın ki, batarıq. Gəlin belə edək, Qurana əl basıb and içək ki, bu gündən bir-birimizdən anonim məktub yazmayacaq. Mən razı. Ağıllı təklifdir. Bir dəqiqə. Bismillahirrahmanirrahim. Allah, kes günahımızdan Allah, kes günahımızdan. Gəlin and içək. Başqalarından necə? Yazmaq olar? Olar. Bax, mən bu Qurana əl basıb and içirəm. Bundan sonra bir kəlmə sizin barənizdə yaxşılığa, yap istəyə yazan köpəyoğlu da öz payına. Öz payına. Öz payına. Öz payına. Yaz oğlum, yaz. Yaz ki, hörmətli yoldaş prokuror. Həkim Yunusov dünən xəstələrin palatasından çıxartdığı kondisiyoneri apardı evlərinə. Yaz oğul, yaz. Mən daha özüm yaza bilmərəm. Qurana and içmişəm axı. Vay. Yaz.